Bugün sizə elə bir şeydən danışacağım ki, kişilər gedib evdə qadınların telefonunu yoxlayacaq. Azərbaycanda nəinki subay xanımlar, hətta evli qadınlar da xarici pasportundan qeydiyyatdan keçərək bir sayt var ki, orada bədən üzvlərini göstərərək pul qazanırlar və hədsiz dərəcədə küllü miqdarda pullar qazana bilirlər. Əvvəlcə bu videonu çəkməyə tərəddüd eləyirdim, amma ancaq və lakin bugünkü dövrümüzdə ailə institutu dağılmaq, məhv olmaq üzrə olduğuna görə düşündüm ki, bu videonu çəksəm faydalı ola bilər. Demək, mənim çoxdan tanıdığım, məktəb vaxtlarından tanıdığım qızlar vardı. Təsadüfən küçədə onlarla rastlaşmışdım. Və toplaşıb bir araya gələndə düşündüm ki, hamısının təfəkküründə, düşüncələrində bir irəliləyiş olar. Təbii ki, irəliləyiş vardı və buna deyək ki, Avropalaşma. Görünür ki, Avropadan qurşaqdan aşağı şeyləri özümüzə örnək götürürük. Və məlum oldu ki, o qızlardan biri evlənib boşanmışdı. Təbii ki, burada boşanmaya bir söz demirəm mən, ola bilər haqlı yöndə boşanmışdı. Şiddət olsun, xəyanət olsun, mən qınaya bilmərəm onu və bir qızı vardı, kirayədə yaşayırdı. Onun və salon işlədirdi həmin xanım. Bildirdi ki, xarici pasportla qeydiyyatdan keçərək, mən o saytın adını sonda vurğulayacağım, xahiş edirəm videonun sona kimi izləyin. Orada müəyyən bədən üzvlərini xarici şəxslərə göstərərək küllü miqdarda pul qazanır və bunu elə danışaraq, elə təbliğ eləyirdi ki, ətrafındakı qızları da bu işə şirnikləşdirməyə çalışırdı. Və o qızlardan digər evli olan, 4 uşağı olan xanım da ora qoşulmuşdu, digər xanımın tövsiyəsi ilə. Və mən təəccübləndim, dedim ki, ölkədə günü-gündən xəyanət zəminində müxtəlif səbəblərdən cinayət, qadın zorakılığı, qadın cinayətlərini baş verir. Yəni, bunu necə gözə alırsan, qorxmursanmı? Ümumiyyətlə, qorxmaq məsələsi də deyil, bu insanın daxili, əxlaqi, mənəviyyat məsələsidir. Və o xanım mənə dedi ki, kartof soğan satmaqla ailə dolandırmaq olmur, lakin amma həmin ailə təkcə yəni kartof soğan satmırdı. Həmin qız da salon işlədirdi və eyni zamanda başqa evlər də vardı ki, kirayə verirdilər. Yəni pis dolanmırdılar. Təbii ki, yəni kirayə gəliri var idi, salon işlədirdi, mağazası var idi, şəxsi idi özdə. Yəni burada insanın hərisliyi, bir arzusu və o arzu həyata keçirdikdə insanın daha da arzuya tələbatı, istəklərinin bitməməsi insanları belə şeylərə vadar eləyir. Təbii ki, bu hamıya baş vermirdi, hamıda olmurdu. Və mən biraz onları danlayanda mənə digər o boşanmış xanım dedi ki, sən redaksiyalarda əziyyət çəkib, zülm çəkib 9-dan 6-ya qədər robot kimi işlədin, bir aya qazandığın pulu biz bir günə qazana bilirik və bu söz mənə çox ağır, pis təsir eləmişdi. Və həmçinin yəni mən onları qınamadım, əvvəlcə fikirləşirdim ki, təbii ki, ölkədə işsizlik var, iş olsa bölgələrdən Bakıya sürətlə axın eləyən insanlar var, iş yoxdur. Bu bir yana, amma sənin öz peşən, öz əməyin var, bu işdə uğur qazana bilərsən, salonda məsələn işləyərək, yəni gəlir əldə eləmək daha yaxşıdır. Sənin öz işin var, kiminsə köləsi kimi işləmirsən. Təbii ki, bu bəzi insanlara azlıq edir və mən fikir verir. Təbii ki, mənim indi bu düşüncələrimi onları qınamış kimi deyə bilərsiniz ki, yəni sən geridə qalmışsan, təfəkkür baxımından cəmaət Avropalaşır və o xanım da mənə dedi ki, orada elə deyil də, xüsusən də xarici insanlardır oradakı saytlarda və bildirdi ki, hədsiz dərəcədə orada Azərbaycanlı qadınlar, qızlar var, evli qadınlar da var həmçinin təbii ki. Mənə çox pis təsir elədi bu mövzu, istədim işıqlandırım. Yəni, ailə modeli artıq dağılmaq üzrədir. Yəni, pul hər zaman ola bilər, amma dağılmış bir ailəni puldan daha vacib deyil. Ola bilər, müasir dövrdür, insanlar asan yoldan pul qazanmağa üstünlük verirlər. Bu təbii ki, əxlaq məsələsidir, mənəviyyat məsələsidir. Və dediyim o saytın adı isə burada qeyd eləyirəm. Commit chat saytıdır. Mən heç ora girmədim, çünki xarici pasportumun da vaxtı bitibdi. Mən sadəcə olaraq girib orada baxmaq istəyərdim ki, kimlər var, kimlər yox. Amma ümumiyyətlə qorxdum, heç ora girməyə belə özümə sığışdırmadım. Təbii ki,
mənim fikirlərimi başqa cür də anlaya bilərsiniz, deyə bilərsiniz ki, yəni olsun belə pul qazanım. Və o qız da mənə dedi ki, bu gedib realda etmirəm də bu şeyi, mən onlayn formada edirəm. Yəni əxlaqsızlıq artıq onlayn formaya keçib, virtual olaraq insanlar bədənlərini sataraq pul qazanırlar. Bu Azərbaycan mədəni və ənənələrinə zid bir addımdır deyə düşünürəm. Və bu işin başında duran başqa bir adamların olduğunu düşünürəm. Çünki həmin qız bacardığı qədər o qədər tərifləyirdi ki, oranı və pulun çox olmasını, hətta deyirdi mən özümə kirayəmi belə yaxşı dolanıram, çox yaxşı dolanıram da. Bu qədər şirinlikləşdirməsi insanları düşündüm ki, yəqin ki, kimsə deyir ki, insanları bura cəlb elə, yəni bəlkə də əlavə pul verəcək o insanları cəlb eləməsinə görə. Mən dedim ki, bunu işıqlandırım, bəlkə bir ölçü götürərlər, araşdırarlar o saytı və yaxud da çox istəyərdim ki, hüquq mühafizə orqanları bu sayt barədə ölçü götürsün ki, məsələn, Azərbaycandan ora giriş olmasın. Çox istəyərdim bunu. Sabahsı gün kimisə yoldaşı telefonda tapar, görər və bir cinayət səbəbi ola bilər. Bizdə də bilirsiniz ki, ailə dəyərləri, qadının belə hərəkətləri normal düşüncə ilə qarşılanmır da, gedib onu cinayət törədib həbsə düşəcəkdir. Yəni dəymir belə şeyə görə. Ona görə də bunun qarşısı alınsın deyə ümumiyyətlə Azərbaycanın həmin mən indi bir dənə bu saytı öyrəndim də və hətta onlar mənə bu saytın adını demirdilər. Özüm araşdırdım, tapdım dolayı yolla. Digər xanımdan soruşmuşdum, o demişdi mənə. Yəni bu araşdırılsın və burada Azərbaycanın həmin bu və bunun kimi digər saytlara girişi qadağan edilsə çox gözəl olar. Sağ olun.